Zaqatalanın mərkəzindən uzaq, Uzqardağ kəndlərində elektrik təsisatı yaxşılaşdırılır. Uzun illər istifadə olunan və istismar müddətini tamamlayan köhnə transformatorlar, dayaqlar və naqillər yenilənir, bir sözlə əsaslı təmin işləri aparılır. Görülən işlər sakinlərin də ürəyincədir. Uzun illər elektrik enerjisindən əziyyət çəkən əhalinin fasiləsiz enerji ilə təmin edilməsi istiqamətində bir çox işlər görülüb və görülməkdədir. Nəticədə rayonun Uzqarda yerləşən yaşayış məntəqələrində istər yayda, istərsə də qış fəsillərində artıq elektrik enerjisinin fasilələrlə verilməsi hallarına rast gəlinməyəcək. Belə ki, Zaqatalanın Qandaq və Car kəndlərində uzun illər istifadə olunmuş və istismar müddəti tamamlanmış dayaqlar dəyişdirilib, transformatorlar yeni müasir transformatorlarla əvəzlənib və ətrafı çəpərlənib. Bütün abonentlər sayğızla təmin olunub. Zaqatala elektrik şəbəkəsindən bildirildi ki, Qandaq və Car kəndində görülən işlər artıq yekunlaşmaq üzrədir. Bununla da kənddə dayanıqlı və fasiləsiz elektrik enerjisi təmin olunacaq. 135-10 kV Zaqatala yarım stansiyasında Zaqatala elektrik şəbəkəsi tərəfindən regionların yenidən qurma planına əsasən ayrı-ayrı kəndlərdə yenidən qurma işləri aparılır. Hal-hazırda biz Qandaq kəndindəyik. Burada yenidən qurma ilə əlaqədar olaraq 7 ədəd yeni transformator quraşdırılaraq bütün 10-04 kV-luq dayaqlar dəyişdirilərək yeni müasir tipli metal dayaqlardan istifadə olunaraq əhaliyə səmərəli enerji ilə təmin olunması işləri görülür. Qeyd edək ki, Zaqatala elektrik şəbəkə tərəfindən bundan sonra da yenidən qurma işləri davam edəcək. Murad Adiloğlu, İlkin Akifoğlu, Ceyhun Əhmədov, Səs TV, Zaqatala.